Ərim mənə dəhşət döyürdü, çox çırpırdı məni. Oy Allah, günüm yox idi ki əlindən. Gecə gündüz uşaq idim, 17-18 yaşım var idi. Anca döyürdü məni, Quran and olsun. Çox qısqanc idi, məni evdən çölə buraxmırdı. Heç ara qoymurdu məni, incidirdi. Səbəbsiz yerə döyməz, yəni qısqanırdı da, mən çox qısqanırdı məni. Çölə çıxırdım, mağazinə gedirdim, gəlirdi, onsuz da qırğın düşürdü. Bax, deyirsiniz, yaxşı kişinin arvadı gəzməz. Mənim ərim mənə ev şəraitində saxlayıb da, evdən çölə qoymayıb, qoymurdu başımı qaldırmağa, telefon işlətməyə qoymurdu. Bəlkə də mənim də ərim zad olsaydı, mən də gəzərdim. Amma mənim ərim düzdür, işləmirdi, eləmirdi, alkaş idi, içən idi. Amma mənim üstümdə çox ciddi idi, məni çölə bayra buraxmazdı. Heç anam gilə məni qoymurdu getməyə, mağazinə qoymurdu. Deyirdi, atsan, evin içində at. Mən alıb gətirəcəm, amma evdən çölə çıxma. Nə el oğlan idi mənim ərim.